İmam Əmir el-Müminin əleyhissalam buyurur ki, yenə də imam burada başqa bir mövzuya toxunur. Deyir, zikri davamlı edin. Çoxlu zikr edin, davamlı edin. Niyə? Çünki zikri davamlı etmək qəlbləri nurlandırar və o ən üstün ibadətlərdəndir. Burada da imam ən üstün ibadəti bizə zikri, yəni zikr etməyi və zikrin davamlı olmağını bizə çatdırır. Yenə də İmam Sadiq əleyhissalam buyurur, deyir, and olsun Allaha, müminin haqqını əda etməkdən ən üstün bir ibadət Allah üçün yoxdur. Yəni bir müminin haqqını əda etmək, onun haqqını qoruyub yerinə yetirmək, bundan ən üstün ibadət Allah üçün yoxdur. Görür ki, burada da imam başqa bir mövzuda ibadəti bizə çatdırır. Yəni bu hədisləri biz cəm edəndə görürük ki, yəni ibadət, yaxşı işlərin hamısı, gözəl sözlərin hamısı, gözəl əməllərin hamısı ibadət sayılır. İmam Rıza əleyhissalam buyurur, bir növ ibadətə tərif verir. Deyir, ibadət təkcə ondan ibarət deyil ki, çoxlu namaz qılasan və yaxud da ki, çoxlu oruç tutasan. Bəzən insan belə düşünür ki, bəli, mən müstəhəb namazları qılıram, vacib namazları qılıram, vacib orucla yanaşı müstəhəb orucları tuturam, mənim ibadətim çoxdur. Yəni imam bizə onu buyurur ki, yəni ibadət anlayışı o deyil ki, namazın və orucun çoxluğunda. Bu ibadət anlayışı deyil. Deyir ki, ibadət anlayışı odur ki, ət-təfəkkuru fi əmrillah əzzə və cəl. Allahın işləri barəsində insan düşünər. Yəni Allahın yaratdıqlarına insan baxar, Allahın xəlq etdiklərinə baxar, yerə baxar, göyə baxar, insan öz nəfsinə baxar. Hər bir yaradılışa insan baxsa, bu haqda düşünsə, imam buyurur ki, bəli, bunun özü də nədir? İbadət sayılır. Yəni imam bizə onu çatdırır ki, tək ibadətin namazda, orucda düşünməyin. İbadət, yəni Allahın yaratdıqları, Allahın əmri barədə düşünmək, təfəkkür etmək, bunun özü də nədir? İbadətdir. Yenə də Allah Resulü Həzrəti Muhammed sallallahu aleyhi və aleyhi və səlləm ibadətin başqa cəhətini bizə göstərir. Deyir ki, ibadət 10 hissədən ibarətdir, onun 9-u halal ruziyi qazanmaqdır. Həqiqətən də görür ki, bir insan əgər ailəsinin dolanışığı üçün ruzi dalınca gedirsə, Allah Resulü bildirir ki, bizə bunun özü də bir ibadətdir. Başqa bir hədisdə yenə də Allah Resulü Həzrəti Muhammed sallallahu aleyhi və aleyhi və səlləm buyurur ki, övladın ata və anasına mehriban baxışı ibadətdir. Görürsünüz, yəni burada namazdan söhbət getmir. Yəni bir övlad atasına, anasına, yəni valideynlər qarşı mehriban olar. Onların xidmətində dayanar. Allah Resulü buyurur ki, bunun özü də nədir? Bir ibadət.